Hə, B məsələsində bizə deyir ki, bizim n dənə mövqeyimiz var və bir neçə dənə də güllə var bizdə. Deyək ki, T dənə də güllə var. Ə, O güllələr müəyyən bir aralığı qoruya bilir və Q dənə sorğuda da bizə bəzi mövqeləri verir. Bilmək istəyirik ki, o mövqelər qoruna biləndir, yoxsa qoruna bilən deyil. Burada nümunəyə baxsaq daha yaxşı düşərik. Nümunədə verilən birinci 10 mövqələrin sayıdır. Burada görünürsün 10 dənə mövqe var. İkinci verilən onlara nə deyək biz? K deyək. K bizim güllələrin sayıdır. 3 dənə gülləmiz var. Q isə sorğuların sayıdır. Əvvəlcə K dənə sətirdə bizə hər bir güllə üçün P və S verir. P həmin güllənin pozisiyasıdır, hansı mövqedə durduğudur. Yəni 8-ci mövqedə duran, 1-ci mövqedə duran və 4-cü mövqedə duran bizim güllələrimiz var. Gördüyünüz kimi 8, 4 və 1-ci mövqedə bizim güllələrimiz var. Sağ tərəfdəki S isə hər bir güllənin hansı aralıqda, belə deyək də, qoruma əhatəsi nə qədərsə onu göstərir. Yəni 2 onu göstərir ki, 2 dənə sola və 2 dənə sağa qoruması var. Yəni olduğu mövqeyini həmişə qoruyur güllə, amma ondan əlavə də S dənə sola və S dənə sağa da qoruma bacarığı var. Yəni bir-bir onu göstərir ki, o birinci mövqedədir. Bir dənə solu və bir dənə sağı da qoruya bilir. 8 0 odur ki, 8-i qoruyur, onsuz da 0 dənə sağ və 0 dənə solda qoruyur. Bu şəkildən yəqin ki, aydın olarsa. Sonrakı 2 dənə sorğuda da verir bizə 5, 10, 7 və 2 qorunurmu? Buradan 5 və 2 qorunanlardadır. 5 və 2. 10 və 7 isə qorunanlarda deyil. Ona görə müvafiq olaraq yes no verir ona görə. Sualın şərtində problem varmı? Yoxdur. Veriblər uşaqlar. Burada əsas məsələ bizdəki güllələrdəki biz left right təyin edəcəyik. Yəni hansı aralığı qoruya bilir o. Bu left right aralığının qorunmasını təyin eləmək, yəni brute force yazsaz ki, məsələn gedib leftdən right-ə qədər bütün V-ləri 1 eləyirsiniz. Bu o demək ki, orada istənilən i-ci pozisiya qorunma deməkdir. Başda bütün V-lərə 0 versəz, sonra bütün V-ləri 1 eləyirsiniz. Forlan gedib brute force. Səhv eləmirəmsə 45 bal orada almaq olur. Amma full helldə biz o qədər dövr eləməli deyilik. Leftdən right-ə qədər hər dəfə gedib o V-ləri 1 eləməli deyilik. Çünki belə olduğu təqdirdə artıq o enquadr olur və da time daşıyacaq. Müxtəlif yanaşmalar eləmək olar. Mən bizim çox istifadə olunan gəldiyimiz texnika lefti artırmaq, right plus 1 azaltmaq, bu texnikadan istifadə edəcəm. Əlavə olaraq, məsələn, lazy segmentləri də yazmaq olar bura. Hər hansı left right aralığını 1-ə bərabər etmək üçün, yəni hansı bir k-ya bərabər etmək üçün. Sözgedən texnikada biz nə istifadə edirik olar? Deməli, belə bir məsələn nümunə yazaq. Deyək ki, N12-dir. 12 dənə bizim mövqeyimiz var. K bərabər 3-ə, N12-dir. K 3-dür. Bu da sorğuların sayıdır. Bunlar da müvafiq olaraq P və S-lərdir sonra. P və S-lər. 3 dənə K3 üçün. Gəlin baxaq. Əvvəlcə deyirik ki, P2-dir, yəni ikinci mövqedə bir dənə güllə var və S də 2-dir. O 2 dənə solu və 2 dənə sağı işıqlandıra bilir. 2 dənə solda heç nə yoxdur, bir dənə solu işıqlandırırıq biz. Bir dənə sağı işıqlandırırıq, 2 dənə sağı da işıqlandıra bilirik. Düzdür? Sonra baxırıq ki, digəri 7-ci mövqedə yerləşir. Bir dənə gülləmiz 7-ci mövqedir. S də 1-ə bərabərdir. Yəni bir dənə sol tərəfi də, bir dənə sağ tərəfi də işıqlandıra bilir. Bir sonraki isə 10-cu mövqedə yerləşir və S də 0-a bərabərdir. Bu demək ki, o elə sağ-solda heç nə işıqlandıra bilmir, yəni qoruya bilmir, ancaq özünü qoruya bilir. Sonraki 11, 3, 9, 1-ə baxsaq, 11-i biz qoruya bilirikmi? Xeyr. 3-ü qoruya bilirikmi? Bəli. 9-u qoruya bilirikmi? Xeyr. 1-i qoruya bilirikmi? Bəli.
Ə, Belə. İndi sözügedən texnikadan biz hansı şəkildə istifadə edəcəyik uşaqlar? Bizim üçün önəmli olan burada birinci left right təyin eləməkdir. Yəni hər bir belə deyək, güllə üçün biz təyin eləməliyik ki, o hansı aralığı qoruya bilir. Left və right təyin eləməliyik. İlkin olaraq əgər biz P-ci pozisiyadayıqsa, P-dən də S dənə solu və S dənə sağı qoruya biliriksə, bu demək ki, bizim qoruya biləcəyimiz ən sol mövqe P çıxılsın S-dir. Ən sağdakı mövqe də P plus S-dir. Düzdür? P çıx S və P plus S. Yəni əgər məsələn deyək ki, 7 1-dir. 7 bu nümunə üçün. 7 bir dənə solu qoruya bilir. Bu demək ki, 7 çıx 1-dən sol tərəfimiz 6-dır. Bir dənə sağı qoruya bilir. 7 plus 1-dən sağ tərəfimiz 8-dir. Aydındır? Onda bir tərəfimiz leftimiz 6 olacaq, rightimiz 8 olacaq. Həmişə belə olmayacaq sadəcə olaraq. Məsələn, bu kimi nümunələrdə, 2-2 nümunələrində. Bizim rightimiz bəli 2 plus 2-dən 4 olacaq. Amma leftimiz isə 2 çıx 2-dən 0 olmayacaq. Çünki 0-cı pozisiya yoxdur ümumiyyətlə. Ona görə də bizim leftimiz minimum 1 ola bilər. Onda biz deyəcəyik ki, P çıx S ilə 1-in maksimumu bizim cavabımız olacaq, leftimiz olacaq. Right-da da eyni şəkildə. Məsələn, əgər 11-də əgər bizim hər hansı bir qülləmiz varsa, onun S-i də 3-ə bərabərdirsə, 11 plus 3-dən gedib 14-ə çıxacaq. Halbuki 14-cü pozisiya yoxdur. Maksimum 12 ola bilər. Ona bunun üçün deyəcəyik ki, P plus S ilə N-in minimumu bizim cavabımızdır. Bu şəkildə left right təyin edə bilərik. Left right-da problem varmı? Yoxdur. Onda bu nümunələrə baxsaq, 2 ilə 2 üçün left right-ımız nəyə bərabər olacaq uşaqlar? Leftimiz 1 olacaq, right-ımız 4 olacaq. Düzdür? Left right-lar təyin edirik. 7 ilə 1 üçün leftimiz 6, right-ımız 8. 10 və 0 üçün leftimiz 10, right-ımız da 10. Razılaşırıq. İndi texnikamız bizə nə deyir? Texnikamız bizə deyir ki, gəlin A left plus plus edək. A left plus plus. Və A right çıx 1 plus 1 minus minus. Yəni ideya nədir uşaqlar? İdeya odur ki, biz bilmək istəyirik ki, hansı yerlərdə artıq qoruma başlayır. Və ya bir fənər kimi baxsaz, işıqlandırma kimi baxsaz, hansı yerlərdə, hansı pozisiyalarda, mövqelərdə artıq işıq düşməyə başlayır. Biz ona görə leftlərə ayırırıq ki, işıq düşən yerlərin sayını bilək. Okay. Məsələn, 1-də biz artıq başlayacağıq bir dənə A leftimizi artırmağa. Burada işıq düşməyə başlayıb. 6-da da başlayacaq leftimizi artırmağa. Niyə? Çünki 6-da artıq işıq düşür. Həmçinin 10-da başlayacaq artırmağa ki, 10-da işıq düşməyə başlayıb. Hansısa bir fənərin, hansısa bir qüllənin işıq düşməyə başlayır. Bunun məqsədi budur. Bunun məqsədi nədir? Mən 1-də deyirəm ki, işıq düşməyə başlayıb. Bu işıqdan sağa doğru hərəkət edirəm. Gəldim 2-də işıqdan istifadə elədim, 3-də də elədim, 4-də də istifadə elədim. 5-də artıq bu güllənin işığı bitir. Düzdür? Mən onda 5-də hansısa bir şəkildə mən artıq qeyd eləməliyəm ki, bu güllə ki var idi işıq verirdi. Artıq o işıq verməyəcək. Bu harda bitir? Right-ın düz sağında bitir də, düzdür? Ona görə right-ın bir dənə sağını azaldırıq ki, artıq o işıq bitdi. Okay? İndi bunlara baxsaq nümunə olaraq, nə baş verəcək? Bütün elementləri başda 0 eləyəcəyik. Onda A1-i birinci artıracağıq, buradakı left right-lara görə. A1 bərabər olacaq 1-ə. Sonra A6-nı bir vayda artıracağıq. Bizdə A6 da bərabər olacaq 1-ə. Və A10 da bir vayda artırırıq. A10 da bərabər olur 1-ə. Sonra right plus 1-ləri azaldırıq. A4 plus 1-i, yəni A5-i bir vayda azaldırıq. A5 bir vahid azaldırıq. A5 olur mənfi 1. A8-i bir vahid. A8 plus 1, yəni A9-u bir vahid azaldırıq. A9 azalır bir vahid, mənfi 1 olur. Və A10 plus 1-dən A11-i bir vahid azaldırıq. O da olur mənfi 1. Daha sonra uşaqlar biz buradan left-dən right-ə qədər, məsələn 1-dən əgər 5-ə qədər mən istifadə eləmişəmsə işıqdan, bu demək ki, indi məndə sadəcə 1 var və 5-də də o işığın kəsildiyi var.
Mən elə eləməliyəm ki, bunların hamısını 1-dən 5-ə qədər hamısını 1 eləyim. O işıqdan istifadə edeyim. Buna görə prefiks quracağam ki, bu işıqdan axı mən hamısını bunlar üçün istifadə etmişəm. 2 üçün də, 3 üçün də, 4 üçün də. Burada artıq bundan sonra bunların hamısını qeyd elədikdən sonra uşaq prefiks quracaq. Prefiks qursaq, onda prefiks 1 bərabər olacaq 1-ə, prefiks 2 də bərabər olacaq 1-ə, prefiks 3 də bərabərdir 1-ə, prefiks 4 prefiks 5 nəyə bərabər olur uşaqlar? 0-a bərabər olacaq. Çünki prefiks 5 nəyə bərabər? Prefiks 4 plus A5. Düzdür? Prefiks 5 bərabər. Fikir verin. Bu demək ki, 1, 2, 3 və 4-də prefikslər 1-ə bərabərdir. Bu demək ki, ora düşən bir dənə işıq var. Amma prefiks 5-də isə tez 0-a bərabərdir. Bu demək ki, ora işıq düşür. Sonra prefiks 6 bərabərdir yenidən 1-ə. Çünki prefiks 5 plus A6-dan 1 olur. Prefiks 7 bərabər o da 1-ə. Prefiks 8 bərabər 1-ə. Prefiks 9 bərabər olacaq nəyə uşaqlar? 0-a. Çünki bir dənə mənfi 1 var. Ona görə sıfırlanır. Prefiks 10 bərabər olur tezlənən 1-ə. Və prefiks 11 də bərabər olur uşaqlar. Nəyə? Yenidən 0-a. Çünki A11 mənfi 1. Prefiks 10 plus A11 edir 0. Və artıq biz görürük ki, sıfırlar hansılardır? Prefiks 5-dir, prefiks 9-dur və prefiks 11-dir. Bunlar qorunmayan 5, 9, 11. Bir də prefiks 12-nin özü var. O da 0-a bərabərdir. Bunlar ikisi də qorunurlar. Və salam. İndi biz x-lar aldıqca burada, əgər prefiks x 0-a bərabərdirsə, o demək ki, o qorunur. Prefiks x əgər 0-dan böyükdürsə, o demək ki, qorunur. Ola bilər ki, hansısa prefiks 1 yox, 3 də ola bilər. Əgər kəsişmə nöqtələri çoxdursa, başqa bir də məsələn 3-dən məsələn deyək ki, 10-a qədər qoruyursa, onda bu prefikslərin ardından bir dənə A3-də biz 1 yazıcı olacaqdır. Düzdür, əgər hansısa biri 3-dən məsələn 8-ə qədər qoruyursa, left right-da A3-ü də artıracaqdır. Prefiks 3-ə gələndə prefiks 3, prefiks 2 plus A3 olduğuna görə 1 plus 1-dən prefiks 3, 2 olacaqdır. Bu demək olacaq ki, 3-ü qoruyan 2 dənə işıq var. Aydındır. Bundan sonra dediyim kimi, yəni artıq x alacağıq. Əgər prefiks x 0-dan böyükdürsə, bu demək ki, ora qorunmur. 0-dan böyük deyilsə, bu demək ki, ora qorunmur. Koda baxsaq, bir dənə vektor pair qururuq. M plus 1 element üçün. Başda hamısı 0-dır, qorunmur heç biri. M dənə gülləyə baxırıq. P-yə saldıqdan sonra, yəni pozisiya və S dənə əhatə hissəsi. Leftimiz dediyim kimi, P çıx 1 ilə 1-in, P çıx S ilə 1-in maksimumu. Rightimiz isə P plus S ilə M-in minimum olacaq. Prefiks left-i artırırıq. Prefiks right plus 1-i azaldırıq. Ardından da bir dənə prefiks qururuq. Bildiyimiz sadə formada. Sonra Q-dən sorğu üçün sadə şəkildə x alırıq. Əgər prefiks 0-dan böyükdürsə, o demək ki, oranı qoruyan hər hansı ən azı bir dənə güllə var. Ona yes veririk. Əgər else prefiks x 0-a bərabərdirsə, o demək ki, no, o artıq oranı qorumur.